Hər kəsə salam. Kimyəvi reaksiyaların təsnifatı və istilik effekti bölməsində ətraflı yazılı cavab tələb olunan tapşırıqlardan 12-ci sualın izahına baxaq. Bizə verilibdir C3H4 yanması tənliyi, oksigen və karbon qazının kütlələri verilmişdir. M-in qiymətini və propinin yanmasından ayrılan istiliyin miqdarını hesablamalıyıq. İlk olaraq reaksiya tənliyimizi yazaq. Plus 4 oksigen alınır 3 mol karbon qazı və 2 mol su. Reaksiyanın istilik effekti də 1560 kJ-dur. Demək, oksigenin kütləsini verib M, karbon qazının kütləsi isə M plus 1. Bunu asan yolla tapmaq, yəni asan üsulla tapmaq üçün fərqə əsasən gedək. Demək, oksigenin kütləsi M-dir, karbon qazının isə kütləsi M plus 1-dir. Burada neçə qram fərqi var? 1 qram, yəni karbon qazı oksigenindən 1 qramla fərqlənir. 1 qram fərq olduqda nə qədər istilik ayrılır bilmirik. Bizdən bunu istəyir. İndi baxırıq. Oksigenin kütləsi 4 vur 32 edir 128. Karbon qazında kütləsi 3 vur 44 edəcək 132. 128, 132 neçə qram fərqlənir? 4 qram. 4 qram fərq olduqda isə nə qədər istilik ayrılır? 1560 kJ. Buradan da x bərabər olacaq 390-a. Bu olur bizim yəni propinin yanması zamanı ayrılan istiliyin miqdarı. Bizdən bir də M istəyir. M-i də necə taparıq? Yenə fərqə əsasən. 1 qram fərq olduqda M qram oksigen ayrılır. Amma 4 qram fərq olduqda isə 4 vur 32 qram oksigen ayrılacaq və buradan da M bərabər olur 32.